JF-17 Blok 3 müasir hava müharibəsinin tələblərinə cavab vermək üçün formalaşdırılmış, Pakistan və Çin əməkdaşlığının məhsulu olan 4,5-ci nəsil çoxməqsədli döyüş təyyarəsidir və bu platforma artıq yalnız texniki xüsusiyyətləri ilə deyil, geosiyasi və operativ təsirləri ilə də diqqət mərkəzindədir. Əslində bu təyyarə klassik yüngül qırıcı anlayışını geridə qoyaraq, aşağı maliyyətlə yüksək texnologiyanın birləşdirildiyi balanslı döyüş sistemi kimi çıxış edir. Onun əsas üstünlüyü yalnız manevr qabiliyyəti və ya sürətində deyil, sensorlar, şəbəkə əsaslı müharibə imkanları və çoxşaxəli silah inteqrasiyasında cəmlənir. Blok 3 versiyasında tətbiq olunan AESA radar texnologiyası təyyarəyə eyni anda bir neçə hədəfi izləmək və prioritetləşdirmək imkanı verir. Bu isə xüsusilə Beyond Visual Range, yəni görmə məsafəsindən kənar döyüşlərdə kritik üstünlük yaradır. Bununla yanaşı, infraqırmızı axtarış və izləmə sistemi, dəbilqəyə inteqrasiya olunmuş nişangah və tam rəqəmsal idarə etmə sistemi pilotun situasiya məlumatlılığını maksimum səviyyəyə qaldırır və qərar vermə müddətini minimuma endirir. JF-17 Blok 3-ün silah sistemi onun çoxməqsədli mahiyyətini tam şəkildə ortaya qoyur. Təyyarə uzun mənzilli, aktiv radar başlıqlı PL-15 hava-hava raketləri ilə təchiz oluna bilir ki, bu da ona rəqibi hələ vizual kontakt yaranmadan məhv etmə imkanı verir. Yaxın məsafəli döyüşlərdə isə yüksək manevr qabiliyyətinə malik PL-10 raketləri və dəbilqə nişangah sistemi birlikdə istifadə edilərək yüksək dəqiqlikli zərbə təmin olunur. Hava-yer əməliyyatlarında isə idarə olunan bombalar, lazer və GPS yönləndirməli sursatlar vasitəsilə strateji hədəflərə minimal səhvlə zərbə endirmək mümkündür. Bu xüsusiyyətlər onu yalnız qırıcı deyil, eyni zamanda taktiki bombardmançı rolunda da effektiv platformaya çevirir. Bu kontekstdə Azərbaycan Hərbi Hava Qüvvələrinin JF-17 Blok 3 platformasını seçməsi sıradan bir texniki modernizasiya addımı deyil, daha geniş strateji transformasiyanın göstəricisidir. Uzun illər Sovet mənşəli platformalara əsaslanan hava donanması artıq daha müasir, şəbəkə mərkəzli və yüksək dəqiqlikli əməliyyatlara uyğun sistemlərlə yenilənir. JF-17 bu keçid mərhələsində optimal seçim kimi çıxış edir. Çünki həm maliyyət baxımından əlçatandır, həm də texnoloji baxımdan müasir döyüş tələblərinə cavab verir. Bu təyyarələrin Azərbaycan arsenalına daxil olması regionda hava gücü balansına birbaşa təsir edən faktordur və ölkənin həm müdafiə, həm də zərbə imkanlarını keyfiyyətcə yeni mərhələyə daşıyır. Xüsusilə diqqət çəkən məqamlardan biri isə Türkiyə müdafiə sənayesi ilə inteqrasiyadır. JF-17 platformasının Aselsan istehsalı, Aselpod hədəfləmə konteynerləri ilə uyğunlaşdırılması Azərbaycan üçün dəqiq zərbə konsepsiyasını tam şəkildə reallaşdırmağa imkan verir. Bu podlar yüksək keyfiyyətli, elektrooptik və infraqırmızı sensorlar vasitəsilə həm gündüz, həm də gecə şəraitində hədəflərin aşkarlanmasını, izlənməsini və lazerlə işarələnməsini təmin edir. Nəticədə pilot yalnız hədəfi görmür, onu real vaxt rejimində analiz edir və minimum kənarlaşma ilə zərbə endirə bilir. Bu isə müasir müharibədə ən vacib elementlərdən biri olan Precision Strike, yəni dəqiq zərbə qabiliyyətini təmin edir. JF-17 Blok 3-ünün Azərbaycan üçün əhəmiyyəti təkcə texniki göstəricilərlə məhdudlaşmır. Bu platforma eyni zamanda Türkiyə, Pakistan və Azərbaycan arasında formalaşan hərbi texniki əməkdaşlığın real nəticəsidir və gələcəkdə ortaq əməliyyat imkanlarının genişlənməsinə zəmin yaradır. Beləliklə, JF-17 Blok 3 sadəcə yeni bir döyüş təyyarəsi deyil, Azərbaycanın hava gücünün modernləşdirilməsi, regional təsir imkanlarının artırılması və yüksək texnologiyaya əsaslanan müasir ordu modelinə keçidinin simvoludur.